Salam Məlikə, mən Hüseynzadə Xədicə xanım. Mən burdan müraciətim budur ki, mənim sosial yardımıma görədir çıxmışam yenə sosial şəbəkəyə. Bu günləri 8 Mart Qadınlar Günüdür. Bu günləri bütün anaları bayramını təbrik eləyirəm. Uzun ömür, can sağlığı arzulayıram onlara. Buradan mən müraciətim budur ki, İlham Əliyevədir müraciətim, Mehriban xanımadır. Mehriban xanım, bilirəm, siz də anasız, sənin qızın da anadır, Arzu xanım da, Leyla xanım da. Demək istəyirəm ki, bax, bu günlər sizin sevinç gününüzdür, bu gün sizin 8 Mart bayramınızdır. Bizim 8 Mart bayramımızdır, çünki bizim üzümüz heç vaxt gülməyib. Ona görə bizim bayramımızdır, sizin bayramlarınızdır. Hətta məmurların qızlarının, yoldaşlarının bayramıdır. Çünki onlara bayramdır. Bizə bayram deyir onsuz da. Biz millətə, yəni deyək, bizə bayram düşmür. Yəni mənim müraciətim budur ki, bu qədər müraciət eləmişəm, bu qədər siqnal vermişəm İlham Əliyevə. Mənim 3 gün bundan qabaq sosial yardımdan gəldilər, yoxlanış olundu. Hər şeydə bir problem çıxardırdılar. 6 aydır mən əziyyət çəkirəm. 6 aydır mən müraciət eləyirəm. 6 aydır sosialımı qəsdən vermirlər. Gah dedilər Bakıdasan, gah dedilər Haçar hardadır, otağı açmırsan, gah dedilər oranı niyə açmırsan. Hərə bir bahanə axtardı. İndi də yenə bahanə axtardı ki, uşağın sənətində problem çıxdı. Mən başa düşmürəm. Öz o sənəti mən hər ayda göndərəndə, yoxlanış gəlib yoxlayanda bu sənətə baxırdılar. Necə oldu ki? Bax, necə oldu ki, bu sənətdə axırıncı dəfə problem çıxartdılar. İlham Əliyev. Bax, mən bu qədər müraciət eləyir deyirəmsə, vətəndaş kimi. Mənim uşağımın haqqını verin. Mənim uşağımın haqqını kəsməyin. Atalarını şərrədilər, həbs elədilər. Günahsız yerə şərrədilər, həbs elədilər. İndi də uşaqlarına cəza verirsiniz. İndi uşaqlarının haqqını vermirsiniz. Sənin balaların var ha? Mehriban, Leyla xanım, ondan sonra Arzu xanım, Heydər, nəvələrin. Necə yemək pişir gündə qazanınız qaynayır ha? Ətlə gündə qaynayır. Ancaq mənim evimdə gündə ət qaynamır. Biz quru çörək də tapanda şükür eləyirik. Deyirik, min şükür ki, bu quru çörəyi tapdım. Mənim uşağım quru çörəkdə yeyəndə şükür eləyirik. Amma ki, mənim uşağımın haqqını vermirsiniz. Mən də istəyərəm, İlham Əliyev, mən bu qədər müraciət eləyirəmsə, mən bu Azərbaycanın vətəndaşıyam. Mənim uşaqlarım da bu Azərbaycanın vətəndaşıdır. Bu ölkənin vətəndaşıdır. Yəni, müraciətim budur ki, necə olur, video qabağınıza çıxmır sizin, demirsiniz ki, bu vətəndaş bu qədər müraciət eləyir, bu vətəndaş məndən kömək istəyir, bu vətəndaş bar-bar bağırır ki, uşağımın haqqını ver deyir. Niyə tapşırmırsınız ki, məmurlara? Niyə demirsiniz ki, bu vətəndaş bu qədər müraciət eləyir? Onun uşağının niyə haqqını vermirsən? Niyə sosialını vermirsən? Uşaq pulunu niyə verilmir? İlham Əliyev, bax, biz nə qədər müraciət eləyək? Mən yoruluram sizə müraciət eləməkdən. Onda siz eşitməzliyə vurursunuz, bütün gün eşitməzliyə vurursunuz. Və mən nə qədər müraciət edeyim? Mənim uşağımın haqqını verin. O məmurlar necə qızara yiyir, mənim uşağımın haqqını yiyir. Mənim də uşağımın haqqını verin. Mənim də uşağım istəyirəm ki, qarnı tox olsun, əyni isti olsun, ayaqqabısı cırıqda gəzməsin, ayaqqabısı olsun. Sizin balalarınız necə yiyirsə, qarnı toxdur, kef eləyir. Mən də istəyirəm, mənim də uşağım yesin, kef eləsin ki, şükür eləsin. Gələcəyin 2 əsgərin böyüdürüm, İlham Əliyev. Gələcəyin 3 anasını böyüdürük. Belə olmaz, ay İlham Əliyev. Mən nə qədər müraciət eləməliyim sizə? Nə qədər mən sizə siqnal verməliyəm? Mən də bir Azərbaycan vətəndaşıyam da. Bir ana kimi müraciət edirəmsə, eşitməlisiniz. Niyə eşitmirsiniz İlham Əliyev? Mehriban xanım, niyə eşitmirsiniz? Bilirəm, bu gün sizin sevinç gününüzdür. Bu gün 8 Martdır, siz hamınız sevinç günündəsiniz. Məmurların arvadları, qızları sevinç günündədir. Niyə onların arvadları, qızları bizim günümüzə düşmür? Mənim balalarımın gününə düşsün. Niyə düşmür? Hə? Hamımız sevinç içindəsiniz. Ancaq biz amma kədər içindəyik. Niyə? Bizə 8 Mart yoxdur. Mən 8 Mart istəmirəm. Sadəcə mənim uşağımın haqqını ver. Qoy mənim də uşağım sevinsin. Nə vaxta ki, mən kimdənsə müraciət eləməliyəm, kimdənsə kömək istəməliyəm. İlham Əliyev, bu Azərbaycanın vətəndaşıyam, düzdür? Sən ürəyin dözər ki, mən gedim, oturum,
Yolun ortasında dilənçi kimi diləndim uşağıma çörək pulu alım. Hə? Bu ölkənin prezidenti səndə. Vicdanınız var, gedim eləyim mən ona. Və mənim də qazım var, işığım var, suyum var. And olsun Allaha borcun içindəyəm mən. Qur'ana and olsun borcun içindəyəm. 2000-ə yaxın borcum var. Və mən də insanım, mən də sosial yardımımı istəyirəm alam ki, uşağımın sosial yardımını, həm uşağımın qarnını tox eləyim, həm borcumu ödəyim, həm qazımı ödəyim. Mən nə vaxta kimi kiməsə dilənçi kimi istəyirəm, ondan istəyirəm çörək pulu, bundan istəyirəm çörək pulu. Utanıram axı. Belə baxırsınız bu ölkənin vətəndaşına, İlham Əliyev, belə baxırsınız, Mehriban xanım. Belə baxırsınız, kef edirsiniz hamınız. Mən də müraciət edirəmsə, məni də eşidin də. Eşitməzdə niyə vurursunuz? Niyə vurursunuz eşitməz deyə? Mən bu qədər müraciət edirəmsə, bu Azərbaycanın vətəndaşı kimi. Siz eşitməlisiniz, deməlisiniz ki, bu vətəndaş mənə siqnal verir, bu vətəndaş məndən kömək istəyir. Və mən də istəyirəm, mənim də uşağım. Bax, gəlirlər, sosial yardım yoxlayırlar, indicənə imtina yazırlar. Belə olmaz, Allahdan qorxun, Bu qədər əziyyət verirsiniz bizə. Allahdan qorxun, siz. Və onda sosial yardım, uşaq pulunu vermirsən. Və sosial yardımını onda nəyə çıxardırsan, çıxamadın sosial yardımı? Gələn yoxlayır, malım varmı, maşınım varmı, toyuğum varmı, ay başına dönüm. Nə toyuğum var, nə maşınım var, nə heç nəyim yox, torpağım yox, heç nəyim yox, hər şeylə bəhanə axtardınız. And olsun Allaha, heç nəyim yoxdur. Mən havada yaşayıram, mən heç nəyim yoxdur. Əksinə, siz mənə torpaq verməlisiniz. Siz əksinə mənim uşaqlarımı yerbəyer eləməlisiniz. Mənə and olsun Allaha, yaşadığım yerdə mən adımıza deyil, bizim heç nəyimiz yoxdur. Deyirəm, heç başa düşən yoxdur bizə. Biz havada yaşayırıq. Çirəkeş kimi yaşayıram mən. Mən nə vaxta kimi çirəkeş kimi yaşamalıyım? İlham Əliyev. Belə baxırsınız vətəndaşına, belə vətəndaşınızı yerbəyer eləyirsiniz, belə vətəndaşın uşağının haqqını verirsiniz. İlham Əliyev, Mehriban xanım, və mən kimə deyim? Bu ölkənin prezidenti sizsiniz də, sizə deməliyəm də. Başqa adam deyil ki, bu ölkənin prezidenti, mən ona deyəm. Nə qədər mən müraciət eləməliyəm, nə qədər mən deməliyəm, niyə eşitməz deyə vurursunuz? Və mənim körpələrim, bax, and olsun Allaha, mənim körpələrim, bax, açdı. Bax, and olsun Allaha, bax, bu aclıq sahibini and içirəm. Çünki heç nəyim yoxdur, qazanda nə pişirim verim. Eləcənə suyu qaynadım, uşağıma içirdim də. Məcburam elə eləyər. Çünki bu ölkənin prezidenti baxmayandan sonra, bu məmurları eşitməyəndən sonra, atalarını şərrədilər, həbs elədilər. Mənim yoldaşıma pul lazımdır, göndərmək lazım. O da orada yemək yeməlidir, acından ölür o da orada. Uşağı burada acından ölür. Allahdan qorxun, Vallahi Allahdan qorxun. Bu qədər oğurlamayın, bəstirin də. O qızara yiyir sizi, harniyə yiyib gəzir sizi, bəstirin də. Bilirəm, bu neft, qaz olan ölkə bizə aidiyyəti yoxdur da, elə çıxır. Ancaq məmurlarındır, ancaq yuxarıda oturanlarındır. Bizə aidiyyəti yoxdur. Və biz də istəyirik də yaşamaq. Qızıl ölkədə, neft olan ölkədə, gümüş, qızıl olan ölkədə biz əziyyət çəkirik. Ölay kasıb. Siz elə deyirsiniz də, ölay kasıb. Siz ölməlisiniz. Qoy biz kef eləyək. Bu Azərbaycan bizimdir, sizin deyil. Siz elə deyirsiniz də. Elə çıxır İlham Əliyev, Mehriban xanım elə çıxır. Sizin o məmurlarınızda da elə çıxır da. Deyirlər ki, kasıb ölsün. Biz oğurlayaq yeyək, biz hər ölkədə villa tikək, hər ölkədə biz şirkət yaradaq. Bizim balalarımız kef görsün, kasıbın balası kef görməsin. Sən də böyüyəndə kasıbın balası gəlir sapan səsgəri, gah qazi edirsiniz, gah necə deyim, şəhid olur, gah nə bilim gözündən olur, ayağından olur, əlindən olur, baxmırsınız. Baxmırsınız da, hansınız baxıb ki? Hansınız baxıb? Bax, 3 gün bundan qabaq bir qazi özünü öldürdü. Niyə öldürməliydi qazi? Niyə baxmadınız qaziyə? Baxıydınız da. Çünki məmurlar qazinin haqqını yiyir. Məmurlar nə qədər göz yumdunuz ki, o qazi də özünü öldürdü. Allahdan qorxmusunuz da ona görə.
Niyə onun haqqını niyə vermirdiniz? Verirdiniz də. Mənim heç körpələrimin haqqını vermirsiniz. Qalmışdı qazinin heç haqqını vermirsiniz. Çünki siz bu qədər vicdansızsınız ona görə. Sizin vicdanınız varsa eləyərdiniz. Çünki sizin vicdanınız yoxdur. Çünki siz ermənidən betərsiniz hamınız. Sizin əgər vicdanınız varsa deyərdiniz, həm körpələrin haqqını verək, həm qazilərin haqqını verilsin. Sizin vicdanınız yoxdur. Sizin vicdanınız yoxdur. Çünki biz insanlara vicdanınız yoxdur. Çünki siz ermənidən betərsiniz. Bəli, ermənidən betərsiniz, siz. Bəsdirin də. Nəyə görə göz yumursunuz? Niyə görə qazilər özlərini öldürməlidir? Niyə görə onların haqqını vermirsiniz? Körpələrin haqqını vermirsiniz? Niyə görə axı? Cana yığılırlar, ona görə özlərini öldürürlər də. Çünki vermirsiniz. Canlarını torpaqda verdi onlar. Mənim də 2 əsgər balam var, böyüyəcək. Mənim də uşaqlarım gedib canını torpaqda verəcək. Amma mən ancaq verməyəcəm. Çünki niyə görə mənim uşağımın haqqını vermirsiniz? Mənim uşağım ac qalır, haqqını vermirsiniz. Mənim uşağım ayaqqabıcılıqda gəzir. Mənim uşağım əyni isti olmur. Mən nəyə görə verim? Bu ölkədən ötəri, bu torpaqdan ötəri verməliyəm. Mən 2 əsgər balamı məsəl üçün verməliyəm. Niyə görə verməliyəm? Məmurlar kef eləsin, balaları kef eləsin ona görə. Kasıb uşaqlar əziyyətlə böyüyür. Ondan sonra bütqə çörəyi tapanda şükür edir, əziyyətlə böyüyür. Gəlir 18 yaş olanda, 19 yaş olanda götürürsünüz, aparırsınız əsgəri. Niyə? Nəyə görə? Nəyə görə aparırsınız ki? Öldürməyə aparırsınız da. Niyə məmurun bir balası getmir? Deyin də məmurun bir balası getsin, desin ki, mən də döyüşürəm. Hansı məmurun balası gedib döyüşür? Hə? Hansı balası gedib? Hamısı altında xarici maşını, xarici ölkələrdə villaları, şirkətləri, balaları kef görür, kasımın da balası gedir torpaqda canını verir. Gah şəhid olur, gah ayağını itirir, gah gözündən olur. Gələndə də baxmırsınız. Bəli, elədir. Gələndə də baxmırsınız. Deyirsiniz ki, öl ay kasıb. Onsuz kasıb ölür də. Mənim müraciətim İlham Əliyev, eşit. Mənim uşağımın haqqını ver. Bəsdirin, bu qədər müraciət eləyirəmsə, eşitməz deyə vurmayın. Bəsdirin də, Allahdan qorxun, hamınız. Allahdan bu Ramazan ayına tapışırmışam. Kim ki mənim uşağımın haqqını vermir, mənim uşağımın haqqını yiyir, cibini doldurur, mən Allaha fəda eləmişəm. Allah öz bildiyi kimi eləsin, heç nə demirəm. Ya Rəbbim, sən necə görürsənsə, o elə insanlar mənim uşağımın haqqını vermir, ondan sonra qazilərin haqqını vermir, Allah sənə tapşırmışam. Sən eləncilərin burnundan pültə tökünəm. Heç nə demirəm, Allaha tapşırmışam.